Kələmi belə nazik-nazik doğradım. İndi qəşəngcə bunu yuyacağım. Çıxırtma hazırlayacağım. Dəyərli izləyicilər, ən çox sevdiyim çıxırtmalardan biri də kələm çıxırtmasıdır. Çox xoşlayıram həqiqətən. Həm də çox dadlı olur, ləzzətli olur. Kələmlər artıq yumuşam, qəşəngcə yumuşam. Biber də yumuşam, kökləri də, soğanı da hazırdır. İndi başlayıram çıxırtmamızı hazır etməyə. Kələmi biraz qaynar suda, duzlu suda pörtlədəcəm. Çünki tam yaxşı bişsin. Bişməsə, mədə və bağırsaqlarda sancı əmələ gətirir, köp əmələ gətirir. Artıq doğradım kökümüzü, biberimizi, soğanları da doğrayacağım. Suyumuz qaynayır. Kələmimizi devam edelim. Biraz pörtlensin. Soğanımız da hazırdır. Gedirəm indi soğanı qovurum, kələmi də baxım. Kələmimiz artıq hazırdır. Qoydum, pişsin, qızarırsın. Soğanımız artıq hazırdır. Artıq kələmimiz Cəfəri də mən doğrayıb qatacağım üzərinə. Yerimiz də hazırdır. Doğramışam. Artıq yeməyimiz hazırdır. Bəh bəh bəh, əllərimə sağlıq. Üzərinə yumurta da vururlar. Yumurta yadımdan çıxıb almamışam. Ona görə yumurta vurmamışam. Göz haqqınızı halal edin. İzləyib hazırlayan hər kəsə təşəkkür edirəm. Nuş olsun deyirəm. Buyurun, kanalıma abunə olmağı unutmayın.